Pakistan bizim qardaş ölkəmizdir. Ona və nəzərə alsaq ki, Azərbaycan, Türkiyə və Pakistan arasında bir hərbi ittifaq da mövcuddur, hörmətli Üzeyir bəy. Həm də bu prosesləri Azərbaycan və Türkiyə, Pakistan-Hindistan savaşı olacaqsa necə iştirak edəcək? Bir də hərbi kontekstdən də istəyərdik sizin təhlillərinizi eşidək. Yəni həmin o aramızdakı pakt ki var, əməkdaşlıq, nə bilim hərbi əməkdaşlıq paktı, bu özündən nələri ehtiva edir? Yəni olası savaşda Azərbaycan və Türkiyə hansı addımlar ata bilər? Deməli, Hindistanla Pakistan sərhədində gərginlik gün artır və bugün də aldığımız məlumat ondan ibarət idi ki, qardaş Pakistan silahlı qüvvələri Hindistanın bir müşahidə məntəqəsini deməli darmadağın eləyiblər. Əlbəttə ki, bu iki nüvə dövlətinin qarşı durması bizim hər birimizi narahat eləyir və bu bölgədə gərginlik artan xətt üzrə gedirsə, saatlarında da hətta yaxın saatlarda tərəflər arasında aktiv döyüşlərin başlanması ilə bağlı məlumatlar gəlir və bu gərginlik əlbəttə ki, hər birimizi narahat edir. Bilirsiniz, Hindistan baş naziri Hindistan Müdafiə Nazirliyinə gəldi, generallarla bir toplantı keçirdi. Pakistan deməli hazır vəziyyətdədir. Bilirsiniz, həm Hindistan, həm də Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının üzvləridir də, bilirsiniz. Yəni bugün çağırış edilir, axşam çağırışlar səslənir. Axşam saatlarında Amerikan dövlət katibi Rubio hər iki tərəfə təmkinli olmağa deməli çağırış elədi. Amma görünən odur ki, deyəsən Dehlidə də bu müharibədə maraqlı olan xeyli qüvvələr var və Dehli də Rusiyanın və başqalarının mahnısını çalır və istəyirlər ki, Rusiyadan diqqəti yayındırmaq üçün həqiqətən də deməli bu savaş qızışsın və bu savaşda bilirsiniz, yəni ən böyük region ölkəsi olaraq Çin Xalq Respublikasıdır. Bilirsiniz, ötən günlərdə Azərbaycanla Çin arasında da müəyyən deməli siyasi dialoq oldu, müəyyən deməli razılaşmalar əldə olundu. Çin də bu məsələdə Pakistanı dəstəklədi və ona görə də burada deməli Narendra Modi deməli indi əlinə bəhanə düşüb. Mən Moskvaya Putin qardaşımın yanına 9 maya gəlməyə hazırlaşırdım, amma burada təcili iş çıxdı. Pakistan deməli bizim üçün müəyyən problemlər yaradır. Yəni bu əlbəttə ki, deməli Hindistanın bir bəhanəsidir. Mən sizə yenə də deyirəm, deyirsiniz ki, bu məsələdə bir mənalı olaraq həm Türkiyə, həm də Azərbaycan qardaş Pakistanın yanındadır. Çünki Hindistanın son vaxtlar sərgilədiyi siyasət əlbəttə ki, hər birimizi narahat eləyir və əlbəttə bu günləri hər birimiz istəyirik ki, gərginlik olmasın. Amma görünən odur ki, yəni Amerikada bu məsələyə yenə də biraz biznes maraqları çərçivəsindən baxır. Əlbəttə ki, yük Amerikanın üzərindədir. Tərəfləri təmkin olmağa, daha böyük, necə deyərlər, məsuliyyət dərk eləməyə əlbəttə ki, Amerikanın gücü, imkanları daha çoxdur. Yəni Pakistanla Hindistan arasında bu gərginlik səngisin. Ümid eləyirəm ki, müdriklük, yəni üstünlük təşkil edəcək və sonda bu iki nüvə dövləti necə deyərlər? Qlobal savaşa yox deyəcəklər. Əlbəttə ki, yəni bu günləri tərəflər arasında çox böyük gərginlik var. Yəni sanki o barıt çəlləyi ətrafında əlində o spiçka deyim də və yaxud da ki zajigalka deyirik də, alışqan, bəli. Hər an, bəli, alışqanın, yəni alışqanla gəzirlər. Əlbəttə ki, bu regionda böyük təhlükəsizlik, yəni məsələləri ilə bağlı olan bir nüansdır. Ona görə də Pakistana prinsip etibarı ilə, yəni mən hər zaman etibar eləmişəm. Pakistanın yəni ordusu kifayət qədər
ciddidir. Amma Bu Hindistanın da çox vacib məsələdir. Üzeyir bəy, bilirsiniz, bugün əsas müzakirə mövzusu, mən dünən Türkiyə televiziyalarını da izləyirdim. Oradakı hərbi ekspertlərin mən fikirlərini diqqətlə dinlədim. Bax, onların da arasında ciddi şəkildə bu fikri müdafiə edənlər var ki, doğrudur, ekonomik cəhətdən, əskər sayı cəhətdən Hindistan üstün ola bilər. Ancaq əskərin keyfiyyəti baxımından Pakistan çox üstündür Hindistandan. Bəli, mən də sizinlə tamamilə razıyam və yeri gəlmişkən bugün artıq mayın 1-idir. O möhtəşəm ekspertlər var idi, deputatlar var idi, iqtidara yaxınlar var idi. Hansı ki deyirdi, aprel ayında regionda Ermənistan-Azərbaycan savaşı olacaq. Onları ürəkdən və ciyərdən təbrik eləmək istəyirəm. Müharibəni başladılar da sosial şəbəkədə, deyəsən müharibə də bitdi. Amma biz o müharibə harada başladı, harada bitdi onu görmədik. Və bu bir daha dəyərli Rus bəy, hörmətli Prime TV izləyiciləri, hörmətli dostlar, bir daha onu deməyə əsas verir ki, ay nə bilim, etibarlı mənbələrdən əldə olunan məlumata görə filan günü, filan saatda, filan nə bilim, xalanın ocağında qəbul olunmuş qərara əsasən müharibə olacaq, nə bilim, savaş başlayacaq, ay Ermənistan ora tank daşıdı, ay Ermənistan bura eşşək daşıdı, araba apardılar, nə bilim, nə gətirdilər. Bunlar hamısı bilirsiniz necədir. İnsanların az ürəyini, necə deyərlər, dərdə mübtəla eləyin. Yetər artıq bu yalanlar. Bugün may ayının 1-idir, şükürlər olsun ki, apreli də ötüşdürdük və hər hansı bir müharibə olmadı. Və yenə də qayıdıram, siz deyirsiniz Türkiyə kanallarında, o bizim qardaş Türkiyədə də bəzi axmaqlar var, əbləhlər var, ekspert deyirlər, dəyərli Rus bəy. Mən bunu belə də deməliyəm. Deyirsiniz, bəzən regionla bağlı elə gic-gic fikirlər səsləndirirlər. Mən o gic-gic fikirlərə qulaq asanda adamın tükü ürpəşir və necə ki, dünənləri o Tucker Carlson var, o başdan şinanay, Amerika jurnalisti. Deyir ki, Trump'ın həyatına sui-qəsdə Amerikada müəyyən dairələr, yəni öz ağlında olan dairələr Zelenskini günahlandırır. Mən burada Zelenskinin vəkili deyirəm. Adama deyərlər ki, indi bu Rusiya vətəndaşlığı almaq istəyir, bilirsiniz də. Yəni son vaxtlar Rusiyanın uçsuz bucaqsız çöllərində bəzi İtalyanlar, Amerikalılar, Fransızlar özləri üçün malikanə alıblar. Bir balaca Putinin o yumşaq damarını tutur. Putin də oradan göstəriş verir ki, bunlara nə bilim villa tikin, bunlara nə bilim pul verin, pul çox, ağıl yox. O Tucker Carlson da deyir ki, Amerikadakı deməli vəziyyətə görə, gərginliyə görə Ukraynanın xüsusi xidmət orqanları məsuliyyət daşıyır. Görün hardan hara. İndi baxın, indi Tucker Carlson'dur da bu Putin'dən müsahibə götürüb, ay nə bilim Trump'ın yaxın dostudur, Zelenskiyə müraciət edib ki, səndən də müsahibə götürək. Baxın, görün insanın başı nə qədər o axıb ki, başı nə qədər gedib ki, bu, indi bu cür bəyanatlar var. İndi siz Türk qardaşlarımızı dedik. Mən Türkiyəni sevən bir insan kimi deyirəm ki, qardaş Türkiyədə də kifayət qədər ciddi siyasətçilər var, ciddi analitiklər var. Amma aralarında o deyir, meşə çaqqalsız olmur da. Bəzi analitik fasonlar var. Bilmirəm, onların analitikası hardan inkişaf edir. Hərdən elə giz-giz açıqlamalar verirlər. O açıqlamalara qulaq asanda adam arıqlamaq istəyəndə o açıqlamalara qulaq asmaq olar, dəyərli Rus bəy. Yəni, bilirsiniz də, yəni onların o verdiyi bəzi açıqlamaları hərdən oxuyursan, adam dəhşətə gəlir. Başa düşürsünüz. Ona görə də mən sadəcə qayıdıram Pakistanla Hindistan məsələsinə. Ümid eləyirəm ki, elə qardaş Türkiyə prezidenti necə Pakistanın mövqeyini dəstəkləyir, elə biz də Azərbaycan xalqı olaraq, Azərbaycanlı olaraq Pakistanın yanındayıq və sona qədər də Pakistanı dəstəkləyəcəyik. Ay nə bilim, Hindistan o bir ara bilirsiniz də səhərdən axşama qədər Hind filmləri göstərilirdi və biz də səhərdən axşama qədər oturub əlimizdə dəsmal, sentimentallar bəzən ağlayırdılar, bəziləri az qalırdı özlərini lezvalasınlar ki, ay nə bilim, niyə filmin qəhrəmanı öldü, niyə nə bilim, filan qızı filan kəsə vermədilər. Bunlar hamısı yaxın tariximizdə yaşadığımız mənzərələrdir. Amma bu günləri iki nüvə dövləti arasında doğrudan da ciddi müharibə ehtimalı var. Ümid eləyək ki, yenə də deyirəm ki, bu müharibə olmayacaq və inşallah regionda da yenə də əvvəlki kimi necə deyərlər, gərginlik olsa da, amma
bu Cənubi Asiyada bu təhlükəsizlik və sabitlik qorunub saxlanılacaq. Mən nəyə görə deyirəm bunu, dəyərli Rus və hörmətli izləyicilər? Çünki bu günləri yəni həyatı vacib məsələlərdir. Yəni bu Rusiyanın o paslanmış nüvə silahlarından söhbət getmir. Hindistan da, Pakistan da nüvə silahlarını zaman-zaman yeniləyib, təlimlər keçiriblər. Ümid eləyək ki, Hindistanla Pakistan arasında bu gərginlik azalacaq və inşallah tezliklə bu gərginlik yox səviyyəsinə gəlib çatacaq.